Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Muharrem ayının birinci günüdür bugün ve Muharrem ayı əza ayı, matəm ayı, əzadarlıq, hüzün ayıdır. Niyə görə? Ona görə ki, bu ayda Həzrəti Peyğəmbərin nəvəsi və cənnət cavanlarının ağası İmam Hüseyin Aleyhisselam şəhid olmuşdu və onunla birlikdə onun 6 aylıq körpəsi, qardaşı və onun yaxın sahabələri, yoldaşları, onunla birlikdə olanlar məzlumcasına qətlə yetirilmişdir, şəhid edilmişdilər. Və bu səbəbdəndir ki, müsəlmanlar bu ayda əzadarlıq edərlər və İmam Hüseyin Aleyhisselama ağlayarlar, göz yaşı axıdarlar. Əlbəttə ki, bu da İslamın bizlərə öyrətdiyi bir məktəbdir. İslamda Kərbəla məktəbi böyük bir iz qoymuş və qeyd edək ki, bu məktəb insanlara azadlığı və İslam yolunda və Allah yolunda, Allahın dini yolunda fəda etməyi bizlərə öyrədən bir məktəbdir. Aşurasız Kərbəla məktəbi olmadan İslamı dərk etmək qeyri-mümkündür. Və istərdim ki, Muharrem ayının birinci günü belə bir mövzula başlayaq. İmam Hüseyin Aleyhisselamın qiyamının və İmam Hüseyin Aleyhisselamın Məkkədən Küfəyə hicrət etməsinin əsas məqsədlərindən biri nə idi? Yəni bu qiyamının, Kərbəla məktəbinin və İmam Hüseyin Aleyhisselamın Kərbəlada Yezidin ordusunun qarşısına dayanması və ona təslim olmaması, ona bəyyət etməməsi və kənara çəkilməməsinin əsas məqsədi nə idi? Və buna görə də İmam Hüseyin Aleyhisselamın hələ Məkkədə olarkən Bəsrə və Küfə şəhərlərinin böyüklərinə yazdığı məktubları istərdim ki, sizlərə oxuyum və bir neçəsinə aydınlıq gətirək. İmam Hüseyin Aleyhisselam Məkkədə olarkən 2 məktub yazıb, biri Bəsrə şəhərinin böyüklərinə, birini də Küfə şəhərinin böyüklərinə. Həzrət İmam Hüseyin Aleyhisselam Bəsrə böyüklərinə yazdığı məktubda qeyd edib ki, buyurur o Həzrət o məktubda, mən bidəti ortadan götürmək və sünnəni dirçətmək istəyirəm. Çünki sünnəni öldürmüş və bidəti dirçətmişlər. Mənim arxamca gəlsəniz, doğru yola qovuşarsınız. Yəni, mən İslamı, Peyğəmbər sünnəsini və İslam quruluşunu diriltməkdən ibarət olan böyük vəzifəni yerinə yetirmək istəyirəm. Yəni, İmam Hüseyin Aleyhisselam bu məktubda əsas məqsədlərini izah edir və bildirir Bəsrə böyüklərinə və onlardan biri qeyd edək ki, o dövrdə Bəni Üməyyə tərəfindən yayılan bidət idi. Bir neçə bidətləri istərdim sayım, Bəni Üməyyə tərəfindən hansı bidətlər yayılmışdı? Ən böyük bidətlərdən biri də o idi ki, Bəni Üməyyə, yəni Muaviyyə və ondan sonra gələn belə deyək, zalim xəlifələr şahlığa çevrilmişdi İslam xilafətini. İslam xilafətini birbaşa olaraq şahlığa çevirmişdilər, sultanlığa çevirmişdilər. Niyə görə? Muaviyyə özündən sonra Yezidi elan etdi və öz övladlarını hakimiyyətə getirdilər. Və bu da İslamda qəbul edilməz bir addım idi və İslam xilafətini birbaşa olaraq şahlığa çevirmişdilər. Və ikinci qeyd etdiyimiz bidətlərdən də biri bundan ibarətdir ki, böyük saraylar tikərdilər Bəni Üməyyənin hakimləri, zalim xəlifələri dəbdəbəli həyat yaşayardılar və bu da bidətlərdən biri idi. Və üçüncüsü ondan ibarət idi ki, Əhl-i Beyt əleyhissalama qarşı birbaşa olaraq düşmənçilik edirdi və Muaviyyənin özü bu işlərə başçılıq edirdi hətta. Propagandalar, yalanlar, böhtanlar yaymaqla, repressiyalar həyata keçirməklə Əhl-i Beyt əleyhissalam və onun sevənlərə qarşı düşmənçilik edirdilər. Və bu bidətlər idi. Və İmam Hüseyin Aleyhisselam Bəsrə böyüklərinə yazdığı məktubda birbaşa bildirir ki, mən bidəti ortadan götürmək və sünnəni dirçəltmək istəyirəm. Yəni İmam Hüseyin Aleyhisselamın məqsədi bundan ibarət idi. Və Həzrəti Peyğəmbərin getirdiyi sünnəni və İslam quruluşunu diriltmək istəyirdi. Digər bir məktubu Məkkədə olarkən İmam Hüseyin Aleyhisselam Küfə əhalisinə yazıb və İmam Hüseyin Aleyhisselam bildirir ki, o məktubda İslam cəmiyyətinin imamı, rəhbəri və başçısı günah, xəyanət, fəsad sahibi və Allahdan uzaq bir şəxs ola bilməz. Yəni bir müsəlman cəmiyyətinin, İslam cəmiyyətinin rəhbəri, başçısı, imamı, yəni bu xislətlərdən uzaq olmalıdır. Hansı xislətlərdən?
xəyanət, fəsad Allahdan uzaq bir şəxs ola bilməz. İmam Hüseyn əleyhissalam birbaşa olaraq bunu bildirir. Və qeyd edir ki, məktubun ardınca o Allahın kitabına əməl edən adam olmalıdır. Yəni cəmiyyətdə buna əməl etməlidir. Nəinki özü xəlvət bir otaqda yalnız namaz qılsın, o kitaba əməl etməyi cəmiyyətdə dilçətməli, ədaləti bərqərar etməli, haqqı cəmiyyətdə qanuna çevrilməlidir. Yəni haqq dini cəmiyyətin qayda qanunu eləməli, batili kənara qoymalı. Nəyin bahasına olursa olsun özünü Allahın doğru yolunda qorulmalı, maddi və şeytani gözəlliklərin əsiri olmamalıdır. Və sonda olaraq İmam Hüseyn əleyhissalam bildirir ki, vəssalam. Yəni bu, İmam Hüseyn əleyhissalamın Küfə əhalisinə yazdığı məktubdur ki, biz oxuduq. Bildirmək lazımdır ki, İmam Hüseyn əleyhissalamın məqsədi İslam ümmətinin, İslam cəmiyyətinin islahı idi. Və buna görə də hər bir şeyindən İmam Hüseyn əleyhissalam bu yolda keçdi. Və inşallah gələcək söhbətlərimizdə bu haqda danışacağıq və yenidən söhbət açacağıq. İmam Hüseyn əleyhissalamın hədəflərindən danışacaq və Kərbəlada niyə görə İmam Hüseyn əleyhissalam bu qiyamı həyata keçirdi və bu əsas hədəf nədən ibarət idi? Və məqsədləridir ki, İmam Hüseyn əleyhissalam birbaşa olaraq Bəsrə və Küfə əhalisinə yazdığı məktubda aydın şəkildə bizlərə izah edir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.